şəhidlərimizi. Biz hal-hazırda Biləsuvar rayonunun Ağalkət kəndindəyik. Iyun ayının 20-sidir, Novruz bayramı günüdür. Və biz şəhidlərimizi ziyarət etmək üçün bura üst tutduq. Allah rəhmət eləsin cəmi şəhidlərimizi. Qarabağın azad olunması uğrunda gedən o qanlı döyüşlərdə bizim Biləsuvar rayonunun Ağalkət kəndində bax 7 şəhid vermişdir. Allah rəhmət eləsin, ruhları şad olsun. Cəmiyyətimizin təsisçisi Əbülfət müəllimin adından, cəmiyyətimizin üzvləri adından o ailələrə biz başsağlığı veririk. Ruhları şad olsun. Allah rəhmət eləsin cəmi şəhidlərimizi. Mehmet qardaşım, sən də çox sağ ol. Allah sənə can sağlığı versin. Sağ ol. Həmişə 4 ildən yuxarıdır bizimlə bərabər olaraq bu humanitar işi biz həyata keçirdirik və borcluyuq. Borcumuzdur əlbəttə. Bunlar qədər şəhidlərlə bağlı biz iştirak iştirak eləsək tədbirlərdə biz həmişə onlara borcluyuq. Yani biz hal-hazırda Mübariz İbrahimov'un ailəsindən üst tutduq gəldik bura. Allah bizim milli qəhrəmanımızı da qəni-qəni rəhmət eləsin. Bizim şəhidlərimizin sərdarı mən deyərəm. Çünki mən deməmişəm bunun Türkiyə prezidenti Erdoğan deyir. Bəs bu qəhrəmanlar da bizim mübarizinin davamçılarıdır. Hamısı mübarizdə bunlar. Allah rəhmət eləsin. Ruhları şad olsun.